Salam əlimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günlərə attığım sınağın birlikdə izahına baxaq. İzaha keçməmişdən qabaq onu qeyd edim ki, bizim Müəllimlər Akademiyasında riyaziyyat fənnindən ödənişli sentyabr qruplarına qeydiyyat davam edir. İbtidai sinif müəllimlərinin həm MİQ, həm də sertifikasiya imtahanları üçün nəzərdə tutulmuşdur. Qoşulmaq istəyən şəxslər 051 232 95 50 nömrəsinə WhatsApp-da yazaraq daha geniş şəkildə məlumat əldə edə bilərlər və qruplarımıza qoşula bilərlər. Gəlin baxaq görə birinci sualımızda bizə nədən danışır. Birinci sualımızda bizə deyir ki, A və B şəhərlərindən qarşı-qarşıya eyni zamanda minik və yük avtomobilləri yola düşdü. Minik avtomobilin sürəti 100 km/saat, yük avtomobilin sürəti 60 km/saatdır. Avtomobillər hərəkətə başladıqdan 2 saat sonra görüşərlərsə, iki məntəqə arasındakı məsafə neçə kilometrdir? Biz baxırıq ki, burada birincinin də sürəti var, ikincinin də sürəti var. Qarşı-qarşıya sürət məsələsində nə edirdik? Sürətlər toplanırdı. Yəni birincinin sürətinin, ikincinin sürəti toplanırdı, vurulurdu zamana və gedilən yol tapılırdı. Və biz də baxırıq ki, burada hər birisinin sürətini veriblər. V1 nəyə bərabərdir? 100-ə bərabərdir. İkincinin sürəti 60-dır. Toplamalıyam, vurmalıyam zamana, zaman yoxdur. Elə bizdən, daha doğrusu zaman 2 veriblər burada. Zaman 2-yə bərabərdir. Tapırıq burada 100 ilə 60 toplayırıq. 160, 160 da 2-yə vuranda 320 kilometr eləmiş olacaq. Deməli, şəhərlər arasındakı məsafə nə qədərdir? 320 kilometrə bərabərdir. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Növbəti məsələmizdə bizə nə deyir? Növbəti məsələdə də bizə deyir ki, A və B şəhərlərindən qarşı-qarşıya eyni zamanda minik və yük avtomobilləri yola düşdü. Minik avtomobilin sürəti 90 km/saat, yük avtomobilin sürəti 50 km/saatdır. Avtomobillər hərəkətə başladıqdan 3 saat sonra görüşərlərsə, iki məntəqə arasındakı məsafə neçə kilometrdir? Yenə baxırıq burada V1-i də bizə veriblər bərabərdir 90, ikincinin də sürəti V2-ni də bizə veriblər 50-yə bərabərdir. Qarşı-qarşıya da sürətlər nə etməlidir? Toplanmalıdır. Bunları toplasan V nəyə bərabər olacaq? 90 üstə 50 eləcək 140. T neçə veriblər bizə? T də bərabərdir 3-ə. O zaman gedilən yolu tapmaqdan ötürü sürətlər cəmini vurmalıyam zamana. Bu deyilir 420. Cavabımız olur hansı? Cavabımız olur E variantı. Belə, bu haqda da danışmış olduq. Baxaq növbəti məsələmizə. Baxırıq. Növbəti məsələdə bizə nə deyir? Deyir ki, A və B məntəqələri arasındakı məsafə 800 kilometrdir. A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 80 km/saat, ikinci avtomobilin sürəti 55 km/saat olarsa, 4 saatdan sonra onlar arasındakı məsafə neçə kilometr olmuş olacaq? Yenə baxırıq. Birincinin sürətini veriblər 80-dir. İkincinin də sürətini veriblər nəyə bərabərdir? 55-ə bərabərdir. Qarşı-qarşıya da sürətlər toplanır. Mən bu 80 ilə 55-i toplamalıyam. Bu eləyir 135 və baxıram ki, zamanı neçə veriblər? T də bərabərdir 4-ə. O zaman mən bunların getdikləri yolu taparam. Yenə də sürətlər cəmini vurmalıyam zamana. 135-i vuranda 4-ə bu eləyir 540. 540 kilometr yol gedərlər. Axı məsafə 800 idi burada. 800 kilometrin 540-ını getdilərsə nə qədəsi qaldı? O zaman 800-dən çıxırsınız 540-ı. Yerdə qalır 260 kilometr. Deməli, nə qədər məsafə qalacaq? 260 kilometr məsafə qalmış oldu. Belə, bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nədən danışır. Baxaq, deməli, növbəti məsələ də nə deyir? Deyir ki, A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobilləri yola çıxdı. Minik avtomobilin sürəti 70 km/saat, yük avtomobilin sürəti isə 90 km/saatdır. Minik avtomobili 3 saat, yük avtomobili 4 saat yolda olduqdan sonra onlar görüşdülər. A və B məntəqələri arasındakı məsafənin neçə kilometrdir? Birinci hərəkət edən minikdir. Növbətisi isə yük avtomobilidir. Minik avtomobilin V bərabərdir 70-ə, yük avtomobilində V bərabərdir 90-a. Hər ikisini veriblər. Minik avtomobilində T bərabərdir 3-ə, yük avtomobilində T bərabərdir 4-ə. O zaman getdikləri yolu tapa bilərəm. Burada S bərabərdir 70-i vurarsınız 3-ə, bu eləcək 210. Digərində yük avtomobilində getdiyi yolu tapanda S bərabərdir 90-ı vurarsınız 4-ə, bu da eləcək 360. Bizdə nə soruşur? A və B məntəqələri arasındakı məsafə soruşulur. O zaman məsafələri nə edərik? Toplayarıq. 210-un üzərinə 360-ı gələcəksiniz. Bu da eləyəcək 570. Cavabımız necə olacaq? 570-ə bərabərdir. Belə, bu haqda da danışmış olduq. Baxaq, görək növbəti məsələdə bizə nədən danışır. Növbəti məsələmizdə də bizə deyir ki,
A və B məntəqələrinə qarşı-qarşıya eyni zamanda minik və yük avtomobilləri yola düşdü. Minik avtomobilin sürəti 90 km/saat, yük avtomobilinin sürəti isə 30 metr bölünsün saat, 30 metr bölünsün saniyədir. Avtomobillər hərəkətə başladıqdan 4 saat sonra görüşərlərsə 2 məntəqə arasındakı məsafə neçə kilometrdir? Bax, yenə fikir verməliyəm. Mən burada 90 km/saat görürəm, burada isə 30 metr bölünsün saniyəni görürəm. Deməli, ayrı-ayrı vahidlərdədir. Mən metr bölünsün saniyəni kilometr bölünsün saata çevirməliyəm. Onun üçün neyin? 30'u vurmalısınız 5'də 18'e. Bunu etmiş olursunuz. Məxrəcə bölüb sürətə vurursunuz. 30'u 5'ə böləndə 6, 6'nı 18'ə vuranda 108 eləmiş oldu. Deməli, birincinin sürəti 90, digərinin sürəti isə 108'dir. Qarşı-qarşıya da sürətlər toplanmalı idi. 90'ın üzərinə gəlirsiniz 108'i, bu eləyir 198. Və bu nədir? V-dir. V bərabərdir 198-ə. Və bizdən nə istəyir burada? Deyir ki, 4 saatdan sonra görüşərlərsə, T nəyə bərabərdir? T bərabərdir 4-ə. Gedilən yolu da tapanda sürətlər cəmini vurmalısınız zamana ki, nə qədər yol getdiklərini tapa biləsiniz. Bunda vuranda eləyir 792 kilometr. Camımız olur neçə? Camımız olur 792 kilometr. Bu da A variantında verilmişdir. Burada sürət çevirməsini yaddan çıxartmırıq. Baxırıq növbəti məsələmizə. Növbəti məsələdə bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 600 kilometr olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya demək 2 avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti 100 km/saat, digərinin sürəti isə birincinin 2də 1-i qədərdir. Avtomobillər neçə saatdan sonra görüşəcəklər? Bax, birincinin sürətini veriblər nəyə bərabərdir? 100-ə. Bu birincinin sürətidir. İkincinin sürəti nədir? Deyir, bunun 2də 1-idir. Yəni 100-ün 2də 1-ini tapırsan. 100-ü böl 2-yə vur 1-ə. Bu deyilir 50. Deməli, digərinin sürəti neçədir? 50-dir. Ya belə taparsan, ya da yadımızda saxlayaq ki, hər hansısa bir ədədin 2də 1-i elə həmin ədədin yarısı deməkdir. Yəni 2də 1, yəni 100-ün yarısı qədərdir. 100-ün də yarısı 50-dir. Qarşı-qarşıya da sürətlər toplanırdı. 100 ilə 50-ni toplayırsınız. 150 eləmiş olacaq. Və bizə dedi ki, ümumi məsafəni 600-dür. T nəyə bərabər olacaq? O zaman 600'ü böləcəksiniz sürətlər cəmini. Bu deyiləcək 4 saatdan sonra görüşərlər. Bu da B variantında verilmişdir. Camımız olur neçə? 4 saatdan sonra görüşərlər. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Növbəti məsələdə bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 413 kilometr olan A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. 4 saatdan sonra onlar arasındakı məsafə 13 kilometr oldu. Birinci avtomobilin sürəti ikincinin sürətinə 4 dəfə çox olarsa, sürəti çox olan avtomobilin sürətini tapın. Bax, biz dərsimizdə nə demişdik? Demişdik ki, arada qalan məsafə söhbəti varsa və sonda bizdən sürət və zaman soruşulursa, ilk əvvəl arada qalan məsafəni çıxmalıyıq. Buradan da sonda sürət istəyir. Deməli, 413'ün hamısını getməyiblər. Mənə gedilən yol lazımdır. Görə bunlar nə qədər yol gediblər? 413'ün 13'ün çıxıram. Yerdə qalır 400. İndi mən bu 400'ə S deyə bilərəm. 413'ə S, yəni gedilən yol deyə bilmərəm. Onun üçün getməyiblər axı. Neçə saatdan sonra hadisə baş verib? 4 saatdan sonra. Bəs burada V nəyə bərabərdir? 400'ü bölməlisiniz 4'ə. Bu deyilədir 100. 100 nədir? Sürətlərinin cəmidir. Çünki qarşı-qarşıya sürət məsələndə sürətlər toplanırdı. Hər ikisinin sürətinin cəmi 100'ə bərabərdir. Və deyir ki, birinci avtomobili var, ikinci avtomobili var. Və deyir ki, birinci avtomobilin sürəti ikincisinin sürətindən 4 dəfə çox olarsa. Buna x desən, buna 4x deyəcəksən. Toplasan 100 eləyəcəksən. Çünki 100'dür sürətlər cəmi. Olur 5x bərabərdir 100'ə, x də bərabərdir 20'yə. Bunu tapdıq. Bizdən nə istəyir? Bizdən isə sürəti çox olan. Sürəti çox olan da birinciyə demişdik. Neçə idi? 4x idi. X-də 20 tapmışıq. 4'ü də vurarıq 20'yə. Bu deyilir 80. Cavab olacaq neçə? 80'ə bərabərdir sürəti çox olan. Belə, bu haqda danışdıq. Baxaq növbəti məsələmizdə görə bizə nədən danışır. 13'də bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 720 kilometr olan D və C məntəqələrindən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Avtomobillərdən biri bu məsafəni 12 saata, digəri isə 12 saat, deməli 18 saata gedirsə, 5 saat sonra onlar arasındakı məsafə nə qədər olacaq? Bax, ümumi məsafəmiz nə qədərdir? S bərabərdir 720'yə. Bu birincisi nə vaxta gedir? T bərabərdir 12'yə gedir. O zaman buradan V'yi tapa bilərəm. 720'ni bölərəm 12'yə. Bu eləcə 60. Bu birincinin sürətidir. İkincisində nə deyir? İkincisində isə S bərabərdir 720'yə. Deməli, T nəyə bərabərdir? 18'ə bərabərdir.
Mən buradan V tapa bilərəm. V nəyə bərabərdir? 720-ni bölərəm 18-ə. Bu da elədir 40. Hər ikisinin sürətini tapmış oldum burada. Biri 40 oldu, biri isə deməli 60 olmuş oldu. Bax burada birinin V 60'dır, biri də 40 olmuş oldu. Bunları tapmış olduq burada. İndi bizdən nə istəyir bəs? Bizə isə deyir ki, 5 saatdan sonra bunlar qarşı-qarşıya gəlsələr nə qədər məsafə qalacaq? Qarşı-qarşıya sürətlər toplanmalıdır. 60 ilə 40-ı toplayırsınız, 100 elədi. Bu nədir? V-dir. Bəs T nəyə bərabərdir? T də 5-ə bərabərdir. Getdikləri yolu tapanda 5-i vurarsınız 100-ə. Bu deyiləcək 500 kilometr. Bunlar 500 kilometr gedəcəklər. Axı məsafə 720 idi. 720-nin 500-ün getsələr nə qədəsi qalacaq? 220-si qalacaq. Cavab neçə olacaq? Cavab olacaq 220-yə bərabərdir. Bu haqda danışmış olduq. Görək, növbəti məsələmizdə bizə nədən danışır? Baxırıq növbəti məsələmizdə. Bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 514 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 minik maşını yola düşdü. 5 saatdan sonra onların arasındakı məsafə 14 kilometr oldu. Maşınlardan birinin sürəti o birisinin sürətindən 10 kilometr saat çox olarsa, hər maşının sürətini tapın. Bax, yenə arada qalan məsafə söhbəti var. Və bizə də deyir ki, bunlar 14 kilometr məsafə qalıb sonda. Biz də ümumi məsafədən çıxmalıyıq nəyi? Arada qalan məsafəni. Çünki sonda sürət soruşulur bizdən. 514-dən 14 çıxanda 500 qalacaq. İndi siz 500 S deyə bilərsiniz. S bərabərdir 500-ə. Yəni gedilən yol 500-dür. Və bizə dedi ki, 5 saatdan sonra bu hadisə baş verdi. T bərabərdir 5-ə. O zaman V neçədir? 500-ü böləcəksiniz 5-ə. Bu da elədir 100. 100 nədir? Sürətlərinin cəmidir. Deyir ki, birinin sürəti digərinin sürətindən 10 km/saat çox olarsa, 10 km/saat çox olarsa nə deməkdir? Yəni birinin sürəti digərinin sürətindən 10 km/saat çoxdur. Yəni sürətlər fərqi 100-dür. Deməli 10-a bərabərdir. Fərq neçədir? Fərq 10-dur. Bax, sürətlərin cəmi 100, fərq 10-dur. Fərqi 10-u hardan tapdıq? Bax, bir kəmiyyət digərindən nə qədər çoxdursa, deməli bunların fərqi elə həmin ədəddir. Bunların da bir-birindən 10 km/saat çoxdursa, deməli elə bunların sürətləri fərqi 10-dur. Bax, cəm də var, fərq də var. Mən böyüyünü tapanda toplayıb 2-yə bölərəm, kiçiyi tapanda çıxıb 2-yə bölərəm. Hər ikisini istədiyinə görə böyüyünü tapanda siz 100 ilə onu toplayıb bölərsiniz 2-yə, taparsınız 55. Kiçiyini tapanda isə siz 100-dən çıxarsınız, onu bölərsiniz 2-yə. Bu deyiləcək 45. Deməli, biri 45-dir, biri 55-ə bərabərdir. Cavabımız olur B variantı. Bu qədər sadə. Baxdıq növbəti məsələmizə. Görək növbəti məsələmizdə bizə nədən danışır. Baxırıq növbətiyə. Bizə deyir ki, A və B şəhərləri arasındakı məsafə 360 kilometrdir. A şəhərindən sürəti saatda 60 km/saat olan bir avtomobil yola düşdü. Bu avtomobillə eyni zamanda B şəhərinə başqa bir avtomobil ona qarşı yola düşdü. Və 4 saatdan sonra görüşdülər. B şəhərindən çıxan avtomobilin sürətini tapın. Bax, yenə baxırıq ki, ümumi məsafəni bizə S-i veriblər. Nəyə bərabərdir? 360-a. Neçə saatdan sonra bu hadisə baş verib? T bərabərdir 4-ə. Mən buradan V tapa bilərəm. 360-ı bölərəm 4-ə. Bu elədir 90. 90 nədir? İkisinin sürətlərinin cəmidir. Axı birinin sürətini 60 veriblər bizim üçün. Biri 60-dırsa, digəri neçədir? Yerdə qalır 30. 90-dan 60-ı çıxacaqsınız, yerdə qalacaq 30. Bu da E variantında verilmişdir. Yəni sürətlər cəmi 90-dır, biri 60-dırsa, deməli digəri 30-a bərabərdir. Baxdıq növbəti məsələmizə. Növbəti məsələdə bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 600 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki motosikletçi yola düşdü. Onlar 5 saatdan sonra görüşdülər. Birinci motosikletçinin sürəti 80 km/saat olarsa, ikinci motosikletçinin sürətini tapın. Bax, yenə S bərabərdir 600-ü veriblər. T də bərabərdir 5-ə. Mən buradan V tapmalıyım. 600-ü bölməliyim 5-ə. Bu eləyir 120. 120 nədir? Sürətlərinin cəmidir. Deyir, indi biri 80-dir. Baxın, birinin sürətini 80 veriblər. Bu 80-dirsə, bəs digəri neçədir? Digəri də 40-a bərabərdir. Deməli, digərinin sürəti neçədir? 40 km bölünsün saata bərabərdir. Bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələmizdə bizə nədən danışır. Deyir ki, aradakı məsafə 463 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. 5 saatdan sonra avtomobillər arasındakı qalan məsafə 43 kilometr oldu. Avtomobillərdən birinin sürəti 34 km/saat olduqda digər avtomobilin sürətini tapın. Baxın,
bizə ümumi məsafəni veriblər, amma 43-ün gedilməyib burada. Deyir ki, qalan məsafə 43 oldu. O zaman yenə də 463-dən çıxırıq 43-ü. Niyə? Çünki sonunda sürət soruşulur. Maşınlar da getmədikləri yola nə sürət sərf eləmirlər, nə də zaman sərf eləmirlər. Yerdə qaldı 420. İndi siz buna S bərabərdir 420 deyə bilərsiniz. Bəs T neçədir? T də bərabərdir 5-ə. O zaman buradan V tapa bilərsiniz gedilən yolu zamana bölməklə. 420-ni böləndə 5-ə bu eləyir 84. 84'ü tapdınız. Birinin də sürətin axı bizə 34 veriblər. Deyir, birinin sürəti 34'dür. 84'ün 34'ü birinə məxsussa. Digərin payına nə qalır? 84'dən 34'ü çıxırsınız, yerdə qalır 50. Deməli, digərin sürəti nəyə bərabərdir? 50 kilometr bölünsün saata bərabərdir. Bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq növbətiyə. Bizə deyir ki, eyni zamanda C və D məntəqələrinə qarşı-qarşıya hərəkət edən avtomobillərdən birinin sürəti 75 km/saatdır. 4 saatdan sonra avtomobillər arasında qalan məsafə 57 km oldu. C və D məntəqələri arasındakı məsafə 593 km olarsa, o bir avtomobilin sürətini tapın. Bax, yenə ümumi məsafəni 593 veriblər. Arada nə qədər məsafə qalıb? 57 qalıb. Çıxmalısınız. Niyə çıxırıq? Çünki sonunda sürət istəyir. Bunlar da getmədikləri yola sürət sərf eləmirlər. 593'dən çıxırsınız 57'ni. Yerdə qalır 536. 536 nədir? S-dir. S 536'dır. Bunu tapdıq. T nəyə bərabərdir? T də bərabərdir 4'ə. Mən buradan sürətlər cəmini tapa bilərəm. Yəni, nə yazıyıq burada? Ümumi yolu, yəni buradakı S-i 536'nı bölməlisiniz zamana. 536'ını böləndə 4'ə bu eləyir 134. 134'dür. Birində sürətin 75 veriblər axı. Biri 75'dirsə, bəs digəri nəyə bərabərdir? Çünki 134 sürətlər cəmidir. İkisinin sürətlər cəmidir. O zaman 134'dən çıxacaqsınız 75'i. Yerdə də qalacaq 59. Deməli, digərin sürəti nəyə bərabərdir? 59'a bərabərdir. Sonda aldığımız sürətlərinin cəmidir. İkisinin sürətlərini toplayıb alıblar. Birini çıxırıq ki, digərini tapmış olaq. Baxaq növbəti məsələmizə. Bizə deyir ki, iki şəhərdən qarşı-qarşıya avtobus və avtomobil yola düşdü və 4 saatdan sonra görüşdülər. Şəhərlər arasındakı məsafə 240 kilometrdir. Avtobusun sürəti avtomobilin sürətindən 12 km/saat azdırsa, avtomobilin sürətini tapın. S bərabərdir yazırıq 240'a, T bərabərdir 4'ə. O zaman mən buradan V tapa bilərəm. 240'ı bölərəm 4'ə. Bu eləyəcək 60. Bu nədir? Cəmdir. Bax, sürətlərin cəmi neçədir? 60'dır. Bəs fərqi neçədir? Biri digərinə nə qədər çoxdur deyir? 12 km/saat. Deməli, bunların sürətlər fərqi 12'dir. Biri digərinə nə qədər çoxdur deyirsə, o fərqdir. O zaman məndən nə istəyir? Böyüyünün sürətini istəyir. Çünki avtomobilin sürəti lazımdır. Avtomobilin sürəti daha çoxdur. O zaman çoxu tapanda toplayıb 2'yə böləcəyik. 12 böləcəyik 2'yə. Bu deyiləcək 36. Cavabımız neçə olacaq? 36 kilometr bölünsün saat eləmiş oldu. Görə növbəti məsələmiz varmı burada? Bəli, var. Buna da baxaq. Deyir ki, buradakı məsələdə bir qatar 60 km/saat sürətlə 240 km yol getdi. Bu qatar yola çıxarkən buna qarşı başqa bir qatar 70 km/saat sürətlə hərəkətə başladı və müəyyən bir nöqtədə görüşdülər. Qatarlar arasında ilk öncə nə qədər məsafə vardı? Bu olsun birinci qatar, bu da olsun ikinci qatar. Birinci qatarda V bərabərdir 60'a, ikinci qatarda V bərabərdir 70'ə. Birincinin S-i bərabərdir 240'a. O zaman buradan T tapa bilərsən. Gedilən yolu sürətə bölməklə zaman tapacaqsan. 240 60'a böləndə 4 eləyəcək. Deməli, bunun da T 4'dür. Niyə? Çünki eyni zamanda yola çıxmışdılar. Bu nə qədər zaman sərf edibsə, digər də o qədər zaman sərf edəcək. O zaman bunun getdiyi yol nəyə bərabərdir? 70'i vuracaqsınız 4'ə. Bu da elədi 280. Bəs bizdən nə soruşur? Ümumi məsafə soruşulur. O zaman S-ləri nə etməlisiniz? Toplamalısınız. 240'ın üzərinə 280'i gəlməliyik. Bu da eləyir 520 kilometr olmuş oldu burada. Belə, bu məsələmizdən də danışmış olduq. Sınavımız bununla da bitmiş oldu. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın.